Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə form elementləri haqqında danışacağıq. Dərsin adında qeyd olunduğu kimi əsas form elementlərini bu dərsimizdə izah edəcəm. Digərlərini isə növbəti dərsimizdə izah etmiş olacağam. Yəni növbəti dərsimizdə form elementləri ilə bağlı olmuş olacaq. İndi isə bu dərsimizə qayıdaq. Ctrl-B eləyirəm. Baxın, burada mən qeyd etmişəm nələr haqqında danışacağıq, bunları qeyd etmişəm və hansı ilə istifadə olunacaq, hansı atributdur, hansı HTML təqidir, bunlar belə deyək də izah olunmuş olacaq. Yəni izah edəcəm. İlk öncə biz dərsə başlamaq üçün bilməliyik ki, forum nə deməkdir. HTML-də forum dediyimiz zaman nə başa düşülür? Belə deyək də kodları yazmazdan öncə gəlin burada bir araşdırma edək. Məsələn, form example yazsaz əgər enter vururam. Belə bir axtarış edin sizdə. Məsələn, burada W3 School veb saytı gələcək. Bura klik eləsəz əgər belə bir səhifə açılacaq. Bunu da biraz sağ tərəfə, sol tərəfə çəkim. Baxın, burada qeyd olunubdur. Forumlar haqqında göstərir. Məsələn, first name, last name, yəni ad, soyad kimi məlumatları qeyd et. Burada try hissəsinə vursaz əgər, siz deməli, burada yazılan kodun çıxdısını da görə bilərsiniz. Məsələn, klik eləyirəm, baxın, burada kodlar yazılıbdır və burada onun çıxdısı görsənir. İndi deyəcəksiniz, yaxşı, bu nə deməkdir? Gəlin başqa bir örnəkdən baxaq. Yəni bu W3 School-dan istifadə edirsiniz. Məsələn, burada submit eləsəz müəyyən məlumat gələcək bura sizin üçün. Məlumatın serverə göndərilməsi və s. bu barədə məlumat göstərilir sizə. Əgər belə deyək də tərcümədə çətinlik yaşayırsınızsa, bilirsiniz bunu seçirsiniz. Sizdə də bu extension var. Tərcüməni göstərəcək sizə. Bu belə. İndi bunları bağlayıram buradan. Məsələn, forum dediyimiz zaman gəlin bura daxil olaq. Görək burada örnəklər varmı, template'lər. Örneğin buna baxaq. Fikir verin, belə bir form açıldı bizim üçün. Burada full name var, burada input'u var, burada input'u var. Baxın, bunlar hər biri inputlardır bunlar. Qırmızı oldu çünki boş keçilə bilməz, müəyyən bir şeylər yazılmalıdır deyir, belə bir şeylər yazılmalıdır. Və yaxud da ki, burada adres məlumatını almaq üçün istifadə olunur, yaxınlaşdırım hətta. Baxın, bunlar da əslində, yəni forum dediyimiz zaman, baxın, hətta qırmızı oldu, daha aydın görünür. Forum dediyimiz zaman biz belə bir sanki qutu yazacağıq. Həmin qutu içərisində bunları yazacağıq. Məsələn, bu input olacaq. Bunu örneğin label içərisində yazmaq olar. Bunu başqa bir yerdə yazmaq olar. Altında P ilə ona məlumat vermək olar. Burada da eyni qayda ilə inputlar var, text array var. Bunların hər birini izah edəcəm. Aşağıda da məsələn submit düyməsi var, göndər düyməsi olur da normalda forumlarda. Yəni forum haqqında məncə məlumatınız var. Göndər düyməsi və s. olur. Yəni bunlardan söhbət gedir. Təbii ki, biz kodları yazmağa başladığımız zaman bu formada səliqəli düşməyəcək. CSS olmadan HTML-də ekranda necə görünəcəksə o formada düşəcək. Bu dizayn məsələləri biz bilirik ki, CSS-in mövzularıdır və CSS-də bunları edəcəyik biz CSS dərslərində. Burada isə sadəcə mən HTML strukturunun qurulması, form yazmaq üçün HTML strukturunu necə qurmalıyıq, bunu göstərmiş olacağam. Aydındır? Bu məlumat ümid edirəm ki, sizin üçün faydalı oldu bu dərsə başlamaq üçün. İndi gəlin artıq başlayaq kodları yazmağa. Form yazmaq üçün, bunu da biraz gətirək bura. Form yazmaq üçün gəlirsiniz bura. Body içərisində, məsələn, form yazdınız bu formada, enter vurursunuz. Deməli, belə bir HTML təqi gələcək sizin üçün. İlk öncə bunu göstərim, çünki bundan demək olar ki, istifadə etməyəcəyik. Demək olar ki, çünki React-la və s. yazdığımız zaman bu yöntəmlərdən deyil, başqa yöntəmlərdən istifadə edirik. Nəyi demək istəyirəm? Action yazılıb burada. Bir də metod, atributlardır bunlar. Dialog var, get metodu var, post metodu var. Bu metod nədir? Qısa olaraq bir məlumat verim sizə. Baxın, yəni bu o deməkdir ki, form submit olduğu zaman forumun içərisindəki submit inputuna və yaxud da ki, type-ı submit olan butona klik olunma zamanı, buttonda, yəni butonu növbəti dərsimizdə keçəcəyik. Bu məlumatlar hansı metodla göndərilsin? Yəni post etmək istəyirsən, baxın Ctrl space vursaz bu formada açılacaq bu vericinin içərisində olduğunuz zaman, dırnağın içərisində olduğunuz zaman. Yəni sən deyir ki, bu məlumatları get o deməkdir ki, müəyyən məlumatları gətir, post o deməkdir ki, müəyyən məlumatları göndər, bu formadadır. Yəni biz bunlardan istifadə etməyəcəyik, qeyd etdiyim kimi. Normal real layihələrdə də bu formada istifadəsini çox görməyəcəksiniz. İstifadə olunur, heç istifadə olunmur demirəm, amma çox az istifadə olunur. Məsələn, React layihələrində və s. Fərqli formada olur. Məsələn, event yazılır foruma ki, forum submit olduğu zaman müəyyən məlumatları götür, göndər backend-ə. Aydındır? Bu formada olur. Action isə burada biz məlumatlar hara göndərilsin, daha doğrusu hara yönləndirilmə olsun, burada action hissəsində bunu verə bilirik. Amma dediyim kimi bu iki atributdan istifadə etməyəcəyik demək olar. Onun üçün də bunları silirəm burada. Məlumatınız olsun, ola bilər elə bir layihəyə düşərsiniz,
Bunlar istifadə olunar orada. Yəni çətin bir şey deyil bu. Sadəcə burada ünvan yazılır və metodun növü yazılır. Aydındır? Amma biz istifadə etməyəcəyik demək olar. Mən JavaScript dərslərində də istifadə etməmişəm bundan, HTML-də də istifadə etməyəcəyik. React dərslərində də yəni istifadə etməyəcəyik. Bu formada. İndi form içərisində biz müəyyən, təbii ki, bu forma gəlib biz ID verə bilərik. Baxın, bu formada ID verə bilərik və yaxud da ki, class verə bilərik. Bunları bilirsiniz də artıq. Biz öncəki dərsdə ID və class'ı keçdik. Form içərisində bunları yaza bilərik. Məsələn, input yaza bilərik, label yaza bilərik, textləri yaza bilərik. İlk öncə inputdan başlayıram. Baxın, burada olanların hər birini izah edəcəm sizə. İlk öncə inputdan başlayırıq. Baxın, input yazıram, bura enter vururam. Baxın, type hissəsi gəldi burada bizim üçün. Type hissəsi. Bu text olaraq gəldi. Default olaraq text gəldi. Ctrl S eləyirəm, səhifəmizə baxdığımız zaman görürsünüz ki, burada görsəndi. Biraz böyütdüm. Bu formada qalsın ki, siz aydın görürsünüz. Baxın, bura biz yazılar yaza bilirik. İndi burada type nədir bəs? Bunu da biraz sağa çəkə bilərik ki, tam bağlamasın da səhifə. Elə birbaşa buradan görək. Hə, bu formada qalsın. İndi burada type nədir bax? Bu type nədir? Bu bir atributdur. Inputun tipini təyin eləyir. Yəni bunun içərisinə text yazılacaqsa, text yazırıq biz bunun type-ına. Və yaxud da ki, Ctrl-C edirəm, Ctrl-V edirəm. Təbii ki, bura BR də ata bilərik biz. Ki, boşluq olsun da aralarında, elə deyil. Bu formada yazdıq. Bir dənə də BR atsaq düşəcək alta. Çünki bu BR əslində alta düşürtməni eləyir. Baxın, normalda bu yan-yana gəlir. Bir dənə BR atırıq, alta düşür. Bir dənə də BR atırıq, bir dənə boşluq olsun deyə. Bu formada düşmüş olacaq. Burada məsələn bu inputa deyə bilərik ki, Ctrl Space vurun bu dırnaq içərisində sizin üçün seçimləri gətirəcək. Məsələn checkbox deyə bilərik, color və sair deməyəcəyik. İndi mən əsaslarını sizə göstərəcəm. Məsələn password deyə bilərik. Baxın, Ctrl S edirəm. Artıq bu inputun içərisində məlumat yazıldığı zaman password olaraq düşəcək. Baxın, bu formada yazdığımızda password olaraq düşür. Saytlarda və sair görmüsünüz məncə bunu. Daha sonra bir dənə də BR atıram bura. Bir dənə də BR atıram və bura gəlirəm input yazıram təzədən. Məsələn, input burada name və ID özəllikləri də gəldi bunların. Baxın, name və ID özəlliyi deyiləndə, yəni atributları gəldi. Bunları da izah eləyəcəm. Hələ ki, bunu sildirəm buradan. Type-ı hələ izah eləyirəm. Input bildiyi ki, bu formada qutu yaratmaq üçün də, məlumat almaq üçün. Type hissəsində isə onun type-ını qeyd edilir. Məsələn, email var burada. Yəni, bunun içərisinə, baxın, bunun içərisinə məlumat yazıldığı zaman @gmail.com. Məsələn, belə bir uzantı ilə Gmail, daha doğrusu mail uzantısı ilə olmalıdır bunun sonu. Bunu deyirik. Yəni yoxsa qəbul etməyəcək. Submit olma zamanı da indi qəbul edir təbii ki, amma submit olma zamanı bu düzgün deyəcək ki, düzgün deyil. Aydındır? Daha sonra input yazırıq bura. Məsələn, elə buradan seçək. Type-a baxaq, görək burada başqa nələr var deyə biləcəyim. Checkbox var burada. Checkbox olaraq təyin edirik. Baxın inputu. Fikir verin, bura düşdü. Bunun da aralarına BR ataq ki, alt sətində bu BR-ləri kopya eləyim mən buradan. Hər dəfə yazmayayım əlimlə. Baxın, checkbox olaraq seçilə bilən bir şey. Məsələn, hobbilər deyə bilərik. Tamam, deyərik ki, bu insanın hobbiləri bu olsun. Bunları tək-tək yazım, sonra belə deyək də label'la və s. istifadəsində göstərəcəm. Checkbox dedik buna, elə deyil. Fikir verin, burada bu seçilə bilən oldu. İndi gəlib bura BR-ləri ataq, input yazıram, type-ına deyirəm ki, checkbox olsun yenə. Ctrl S eləyirəm. Bunun name və s. silirəm buradan. 2 dənə checkbox gəldi də bizdə burada, elə deyil. Məsələn, bunu seçilmiş etmək istəyirəmsə, checked özəlliyi var burada. Bunu deyə bilərəm. Baxın, checked özəlliyini deyə bilərəm. Ctrl S eləyirəm. Default olaraq seçilmiş gəlir. Fikir verin. Avtomatik olaraq seçilmiş olaraq gəlir bizim üçün. Və ya buna desəydim, bu da default olaraq seçilmiş gələcəkdir. Aydındır? İndi birin elə eləyək, birin belə eləyək. Qalsın burada. Daha sonra bura BR atıram. Bu formada. Burada nə var? Məsələn, biz input üçün value var, göstərəcəm onu. Record var burada. Məsələn, name bilirik. Bunu göstərəcəm. Vergül ataq bunların arasına. Gəlin, məsələn, record göstərək. Baxın, burada input yazıram. Bu type-ına yox, burada yazırıq. Yəni, vacibliyin göstərir. Bu deyir ki, read only var, yalnız oxumaq üçün. Məsələn, gəlin onu da göstərim. Text yazıram bura. Tamam. Read only. Baxın, Ctrl S eləyirəm. Bura bir şey yaza bilmirik, fikir verin. Üzərinə vururam, bir şey yaza bilmirəm. Yalnız oxunmaq üçündür. Məsələn, buna value versək bu formada, salam. Ctrl S eləyirəm. Baxın, salam yazısı düşdü bura, amma bunu nə silə bilirəm burada, nə bir şey. Read only, yalnız oxuna bilən etdim mən onu. Gəlirəm aşağı düşürəm. Yəni bu çoxdur da, bilirsiniz, bunu araşdırıb baxmaq lazımdır. Nə də bunları əzbərləmək lazım deyil. Mən sadəcə sizə göstərirəm bunu, əzbərləməyin qətiyyən. Lazım olan yerlərdə araşdırıb istifadə etmək lazımdır. Zaten istifadə etdikcə sizin yadınızda qalacaq əsas istifadə olunanlar.
Daha sonra input yazıram bura. Bu formada. Bunun teksti, type'ı text olarak qalsın. Value özəlliyi fikir verin. Value yazdım bura. Heç onu izah eləmədim. Value da o deməkdir ki, bunun içərisindəki məlumatda, yəni bu formada içərisində bir şey yazıla bilən olsun. Daha doğrusu bir şey yazırıqda deyirik ki, value'su bu olsun. Aydındır, dəyəri bu olsun bunun içərisində. Default olaraq dəyəri bu olsun. Sonra burada recurred var. Bu isə vacibliyin göstərir. Yəni mütləq şəkildə submit olunma zamanı, form göndərilən zamanı mütləq şəkildə bunun içərisində məlumat olmalıdır. Məsələn, normal formlarda siz ad, soyad yazılır, məsələn deyirəm. Onun yanında ulduz olur. Fikir vermisiniz bəlkə veb saytlarda. Bu o deməkdir ki, bu vacibdir, bunu doldurmalıyıq. Təbii ki, bu burada yoxlama olur, amma bu backenddə də yoxlanılır, frontda JavaScript kodları ilə və s. də yoxlanılır, amma HTML-in özündə də bu formada yoxlamaq mümkündür. Aydındır? Yəni burada biz belə yazırıq, elə hamısı eyni qutu kimi düşür, amma hər birində fərqli bir şeylər yazdıq. Məsələn, bunu vacibliyin qeyd etdiyi ki, mütləq şəkildə bunun içərisinə dəyər daxil edilməlidir, əgər submit olursa, göndəririksə biz və yaxud da ki, checked var burada, bunu gördük burada, yəni olaraq görə bildik ki, müəyyən bir şey seçmək üçün istifadə olunur. Checkbox type-ın bildiyi də checkbox eləyirik burada. Radio var sonra, daha doğrusu, gəlin burada, baxın bunun altında yazım elə. Radio var. Input yazıram. Type-ı radio. Baxın, Ctrl S eləyirəm. Artıq bu dairə kimi gəldi. Normalda baxın bu checkboxlar nə üçün olur? Məsələn, hobbiləri tutalım, yazılır ki, futbol oynamaq, oyun oynamaq, nə bilim, futbol oynamaq, nə bilim, kitab oxumaq və s. hobbilər yazılır. İstifadəçiyə sual verilir ki, hansılar sizdə varsa onları seçin. Məsələn, bunu da seçə bilir, bunu da seçə bilir, elə deyil. Amma radioda məsələn cinsiyyət məsələsi olanda tutalım cins qeyd olunsun, kişi və yaxud da ki, qadın. Bunun ikisindən birini seçə bilər də, bu elə deyil. Yəni ya kişi cinsini seçməlidir, ya da qadın cinsini seçməlidir. Onda radiodan istifadə edirik artıq. Bunun fərqlərini də necə eləyirik, onu da izah eləyəcəm. Hələ ki type-ın özəlliklərinə baxaq. Bu qədər. Yəni əslində type-da bu qədərdir. Yəni bunları bilsək kifayət eləyəcək. Inputun submit olması var, daha doğrusu onu demədim. Input yazıram bura, type-ı submit olma var. Baxın submit. Ctrl S eləyirəm. Bu buton kimi gəldi bizə. Bir düymə kimi gəldi, buton kimi. Və default olaraq bunun içərisindəki yazı submitdir. Yəni buna klik olunma zamanı form submit olacaq. Baxın, buna klik eləyirəm, deyir ki, məcburən bura dolmalıdır. Məcburən bura dolmalıdır. Çünki recurred demişəm buna. İndi bunu Ctrl KC eləsəm, enter vursam, baxın submit vuranda bu formada oldu. Bax submit vururam, form submit olur. Yəni refresh olunur bura və məlumatlar göndərilir sanki. Aydındır? Təbii ki, biz ünvan və s. qeyd etmədiyimiz üçün sadəcə səhifə refresh olunmuş olur. Bu belə. Daha sonra məsələn type-ı, burada bir dənə də input yazım. Input yazıram bura. Bax bunu komment sətr etdim ki, bunu oxumasın da, çünki submit-in işləməsini görə bilmirdik biz. Aydındır? Ctrl K eləyib atsam, submit vursam, baxın deyir ki, məcburən bura bir şey daxil etməliyik. Göndərmirəm deyir məlumatı. Bura bir şey daxil et, sonra göndərim. Çünki vacibliyin qeyd etmişik. Ctrl K eləyirəm, bağlayıram ki, o problem çıxmasın. Burada indi type özəlliyində bir də reset var. Reset yazıram. Ctrl S eləyirəm. Baxın, bu da buton kimi gəldi bura. Fikir verin. Buna vuranda formu resetləyəcək. Məsələn, bura bir məlumatlar yazılsa bu formada, biz reset vuranda formu resetləyir. Hə, burada deyə bilərsiniz, bunu yoxlasaz əgər, deyə bilərsiniz ki, məsələn, məlumatlar yazıram, submit də vuranda, baxın, bura yazdım, deyir ki, Gmail olmalıdır, yəni, ki, icazə vermir mənə. Mən deyirəm ki, yaxşı, gəl, Gmail yazaq bura, Gmail, tapa bilsəm buradan, @gmail, işıqlıdır deyə görmürəm, gmail.com, baxın, belə yazmalıyıq, elə deyil, bu formada. İndi, baxın, submit vururam, məlumatlar göndərdi, nə verir, buna da OK vuraq. Nə verir bura? Yəni deyir ki, bir yer yazmamısan, hara göndərsin məlumatlar. Fikir verdinizsə əgər, mən submit vuranda da buradakı məlumatlar təmizləndi. Onun səbəbi səhifənin refresh olunmasıdır. Yəni biz məlumatı göndərəndə də səhifə refresh olunur, ona görə məlumatlar itir. Amma resetdə isə resetin birbaşa məqsədi odur ki, buranı resetləsin. Yəni reset atsın bura, təmizləsin inputların dəyərlərini. Amma bunu təmizləyə bilmədi məsələn. Çünki value olaraq buna mənimsətmişəm mən. Valuesuna default olaraq demişəm, salam olsun. Aydındır? Yəni qısacası resetin işi oldu ki, formu sıfırlasın, amma submit'in işi oldu ki, formdakı məlumatları göndərsin. Hara indi deyiriksə ora göndərsin. İnşallah onda React və s. dərslərdə görəcəksiniz. Bu da belə. Bu reset burada nə isə də deyəcəydim mən. Fikrimdən çıxdı. Hə, bunlara biz baxın, bunlara da value deyə bilərik. Məsələn, submit olur default olaraq bunun içərisindəki yazı. Mən buna deyə bilərəm ki, bunun value'su göndər olsun. Ctrl S eləyirəm. Baxın, göndər oldu bunun value'su. Və yaxud da ki, buna deyə bilərəm ki, bunun value'su reset olmasın, təmizli olsun. Ctrl S edirəm, baxın təmizli oldu. Aydındır? Yəni biz bu value-ları özümüz verə bilirik. Bu belə. İndi bunları Ctrl K eləyirəm. Ctrl S eləyirəm. İndi gəlin nəyə baxaq biz? Burada bunu Ctrl K eləmişəm deyə.
Açaq bunu. Daha sonra bunları seçək buradan. Ctrl KC eləyək, Ctrl S eləyək. Bu formada qalsın. Bunlar getsin aşağı. İndi yuxarıda buradakı məlumatları görmək üçün bunları aşağı göndərdim. İndi gəlin nə ilə yazaq? Label'dan da istifadə eləyək. Nə dərəcədə çox istifadə olunacaq və s. bu təbii ki, layihədən layihəyə dəyişir, amma mən burada göstərmək istəyirəm də sizə, çünki HTML dərsləridir bu. Label nə üçün istifadə olunur? Baxın, biz formu bildik, input'u bildik, type'ı bildik, elə deyil. Daha sonra row calls bunları keçəcəyik. Placeholder, hə, input'da placeholder'ı göstərmədim. Baxın, gəlin bura. Məsələn, bir dənə də input yazıram bura. Bunları silirəm buradan. Örneğin bunun placeholder'ına deyəcəm ki, adınızı yazın. Ctrl S edirəm. Baxın, bu içərisində solğun yazı ilə görünür. Fikir verin, biz bunu silə bilmirik buradan. Amma yazı yazmağa başlayanda o itir oradan. Fikir verin. Yazı yazmağa başlayanda, məsələn, Rəsul yazıram, itir. Aydındır? Amma məlumat olaraq bunun içərisində görsənir. Adınızı yazın. Buna deyirlər placeholder. Və biz bunu inputlara bu formada placeholder atributuna dəyər verməklə ekranda göstərə bilirik. Ctrl KC elədim bunu da. İndi gəlirik hara baxırıq? Bura. Daha sonra baxın placeholder-da keçdik, bunu da keçdik. Name-i deyəcəm, checked özəlliyini keçdik. Disable var burada. Disable seçilə bilməmək özəlliyidir. Gəlin onu da göstərim, baxın. Çünki o qədər çoxdur ki, insanın fikrindən çıxır. Ona görə qeyd eləmişəm orada. Baxın. Buna text deyək məsələn. Text deməyək, daha doğrusu checkbox deyək. Bu checkbox olsun, elə deyil. Bu formada bunu Ctrl-C eləyirəm, düşürəm aşağı bir dənə də yapışdırıram. Ctrl-S eləyirəm. İndi fikir verin. Burada 2 dənə checkbox gəldi bizə. Bunlar seçilə bilir hal-hazırda, elə deyil. Mən gəlirəm bura, buna desəm disable, Ctrl S eləsəm, baxın, buna fikir verin, solğun oldu. Bunu seçə bilmirəm. Klik edirəm, seçə bilmirəm. Amma bunu seçə bilirəm. Aydındır? Disable, yəni seçilə bilən etmir. Yəni seçilə bilmə özəlliyini əlindən alır checkboxların. Aydındır? Yəni type-ı checkbox olan inputun seçilə bilmə özəlliyini əlindən alır. Baxın, solğun oldu. Aydındır? Bu da belə. Ctrl KC eləyirəm burada. Ctrl S. Məsələn, bu disable normalda belə eləyir də. Məsələn, submit eləyən input varsa, gəlin orada yoxlayaq. Gəlin yoxlayaq deyəcəm. Məsələn, type-ı submit deyək buna. Ctrl S eləyək. Fikir verin. Submit gəldi bura, elə deyil. Mən buna disable desəm bəs. Ctrl S eləsəm. Baxın, submit klik eləyə bilmirəm buna. Fikir verirsə, solğun eləyir. Aydındır? Yəni, onun nə özəlliyi varsa, o davranışın əngəlləyir. Aydındır? Disable bunu etmiş olur. Ctrl KC eləyirəm bunu da buradan. Daha sonra disable value-nu bildik, bunları bildik. İndi gəlin, deməli, text array-ını izah edəcəm. Bir də label-dan inputun istifadəsini izah edeyim. Ondan sonra bu dərsimizi yekunlaşdıraq. Məsələn, input yazıram bura. İndi gəlin belə yazaq da. Məsələn, text olsun elə. Text olaraq qalsın. Tutalım. Buna biz deyək ki, burada ad qəbul etmək istəyirik. Placeholder da verək gəlin buna. Deyək ki, adınızı yazın. Ctrl S eləyirəm. Belə bir input gəldi bizə, elə deyil. Bunu da biraz kiçildəyək ki, ekran tam yerlərsin. Mən label yazmaqla, baxın, label yazıram bura. Burada for gəldi. Bu ID dərsini mən bir öncəki dərsdə buna görə izah elədim əslində sizə. Burada labelin içərisinə müəyyən bir şey yaza bilirik. Məsələn, ad. Ctrl S edirəm. Yəni deyirik ki, bu input ad yazmaq üçündür. Amma bunu burada da əlaqələndirə bilməliyik biz. Onu əlaqələndirmək üçün biz inputa ID dəyəri verə bilirik. Məsələn, first input ya da ad input, last name input, nəsə bir şey, last name yazaq gəlin bura. First name daha doğrusu. First name yazdıq bura, elə deyil. Bu first name, yəni ID-si bu inputun first name-dir, elə deyil. Biz bilirik də, artıq ID dərsində mən izah elədim. ID-ni daha doğrusu öncəki dərsdə izah elədim. Artıq bunun haqqında danışmayacağam. Burada label-da for var. For nə üçün? Üçün mənasını verir də, nə üçün? Yəni bu ad nə üçündür? Bu yazı nə üçündür? Biz də deməliyik ki, bu ad bu inputa aiddir. Yəni bu label bu inputa aiddir. Burada yazılan yazı bu inputa aiddir. Onu işarələyir. Onu demək üçün bunun ID-sini, həmən inputun ID-sini bu for içərisinə veririk. Yəni deyirik ki, bu label bu inputuna əlaqəlidir. Aydındır? Label-da dediyim kimi nə dərəcədə çox istifadə olunur, bu sual altındadır biraz. Çünki istifadə etmək də olar, etməmək də olar. Bu layihədən layihəyə dəyişəcək qeyd etdiyim kimi. Amma label ümumiyyətcə input haqqında məlumatlandırıcı bir text yazmaq üçün sahədir deyə bilərik bu formada. Aydındır? Label-ı belə başa düşmək lazımdır. Və onun for atributuna verilən dəyər hansı inputun ID dəyəri ilə eynidirsə, deməli həmən label ilə həmən input əlaqəlidir. Aydındır? Bunu demiş olacağıq. Daha sonra burada name də var. Gəlin o name-i də deyim sizə. Məsələn, inputa deyə bilərik. Buna da first input, məsələn, belə bir şey yazaq. Buna da first input deyək. Bu formada elə deyil.
Bura yazda bax belə də düşə bilər. Ctrl S eləyəndə atributlar sırayla düşəcək bura. Bu normaldır. Placeholder hətta gəlin buradan silək, qarışıqlıq içsin qoy buradan. Bu formada. Ctrl S eləyirəm. Bu o deməkdir ki, bu name. Əslində bu frontda demək olar çox istifadə olunmur. Amma məlumatlar back-endə göndərilmə zamanı indi ola bilər, baxın, bunu deyim ki, ola bilər ki, siz təzə başlayırsınız. Ola bilər sizə çətin gəlir. Back-end nədir, front nədir bilmirsiniz ola bilər bu şeyləri. Ola da bilər bilirsiniz. Amma mən qeyd etdiyim kimi sıfırdan başlayanlara izah edirmiş kimi izah edirəm də dərsləri. Onun üçün bu qədər incəliyinə qədər deyirəm, yoxsa deyib üzərindən keçə də bilərəm. Bu name özəlliyi, yəni biz bu formulları yazmaqda məqsəd odur ki, biz bunların içərisində müəyyən məlumatı istifadəçidən toplayaq. Yəni bu front-end tərəfidir, bizim ekranda gördüyümüz hissə deyə bilərik, Loro dildə desək. Back-end isə arxa planda çalışan belə deyək də kodlardır, mexanizmdir. Belə demək olar. Back-endi də müxtəlif proqramlaşdırma dillərinə yazmaq olur. Yəni məlumat, məsələ nədir burada? İstifadəçidən məlumat alındı, back-endə göndərildi, back-end onu database-ə yazır. Database məlumat bazasına yazır. Aydındır? İndi biz burada bu məlumatı göndərəndə məsələn bunun içərisinə tutalım ad yazdım Rəsul, elə deyil. Biz burada ad yazmışıq, bu istifadəçiyə məlumat verir ki, bu inputa yazılan məlumat ad deməkdir. Amma biz back-enddə də məlumatı göndərəndə bildirməliyik ki, bu məlumat nəyin məlumatıdır? Onu biz name içərisində veririk. Yəni bura desək ad bu formada, artıq back-enddə kod yazan şəxs biləcək ki, hə, bu dəyər deməli bu ad üçündür. O da orada həmən ad yerinə yazacaq onu. Məsələn, Node.js-də və s. müxtəlif proqramlaşdırma dillərində gələn data içərisindən götürmək üçündür. Normalda biz JavaScript-lə olanda həmən obyekti özümüz qurub datanı göndərə bilirik. Bu da mümkündür. Amma bu name-də bunun üçün var, yəni bunun üçün istifadə olunur. Yəni back-endi məlumatlandırmaq üçündür bu name. Aydındır? Bunu bilmək lazımdır. Ola bilər, baxın, başa düşmədinizsə keçin. Yəni problem deyil. Back-end və s. yazsaz əgər gələcəkdə inşallah onu da biləcəksiniz. Və zaten JavaScript öyrənəndə inşallah JavaScript dərslərimə də baxsaz əgər orada da görəcəksiniz ki, demək olar ki, bundan istifadə eləmirik. Biz fərqli formada eləyirik. Yəni inputun valuesunu götürürük, obyekti özümüz qururuq, göndəririk. Fərqli yolları var dediyim kimi. Bu da bir yöntəmidir. Aydındır? Bu da belə. Bu neyimi də belə başa düşmək lazımdır. Bu belə. Sonra bunları izah elədik hamısını, elə deyil. Disable value və s. izah elədik. İndi text array-yanı izah eləyəcəm sizə. Ctrl-K eləyirəm, Ctrl-S eləyirəm. Text array-ya isə müəyyən bir not yazmaq üçün. Məsələn, baxın, yenə veb saytlardan gəlin misal verim. Tutalım, burada input olur ad yazmaq üçün, burada nəm soyad yazmaq üçün, burada nömrə yazmaq üçün, burada nəm tutalım hobbiləri seçirsiniz, balaca inputlarda elə deyil, checkboxlardan, nəm burada radio ilə seçirsə, hə, radioda da bir şey göstərəcəm sizə, o da yadımdan çıxmasın, bu name ilə əlaqəlidir, onu da göstərəcəm. Və gəlirsiniz aşağıda belə bir yer olur. Məsələn, kamera ümid edirəm bağlamır. Böyük bir input olur. Əslində o text array-yadır. Onun içərisində notlarınızı yaza bilirsiniz. Məsələn də hər hansı bir not yaza bilirsiniz onun içərisində. O text array-yadır bax. Onu da necə yazacağıq? Gəlin buraya yazım. Yenə yuxarıdan yazıram. Text array yazıram bura. Baxın beləcə bunun da name-i var, ID-si var. Bunları silirəm. ID-ni bilirsiniz artıq. Name-i də başa düşdünüz. Məsələn, name-ə biz yazsaq əgər not, deməli back-enddə göndəriləndə not başlığı altında həmin bunun içərisindəki data nədirsə o getmiş olacaq. Sadəcə text array yazıb Ctrl-S eləsəm, belə bir deməli text array gəlir bizim üçün. Bunu böyüdüb kiçildə bilirik. Ctrl-S edirəm. Yəni bura notlar burada Ctrl-S eləməyəcəkdim. Burada edirəm Ctrl-S. Baxın, burada biz notlarımızı yaza bilirik. Biz buna default ölçülər də verə bilərik. Rows və özəlliklərindən. Columns, bir də ki, rows-da bu sətir sütun mənası verir. Table'larda da keçmişdik. Onun üçün də gəlirik bura. Məsələn, burada rows-a deyə bilərik ki, 10 olsun. Column sayı. Ctrl-S edirəm. Baxın, aşağı doğru artdı. Tutalım, gəlib columns deyə bilərik ki, columnslar nə qədər olsun? Məsələn, 5 dənə olsun. Ctrl-S edirəm. Baxın, bu formada dar şəkildə oldu. İndi məsələn gəlib 15 desək buna, ya da buna da 10 desək, Ctrl-S edirəm. Bu formada olmuş olacaq. Aydındır, buna 5 deyə bilərik məsələn. Fərqli ölçülər vermək olar. Fikir default olaraq bu ölçü ilə başlamış olur. Amma bunları verməsək biz, hətta Ctrl-C edirəm, yuxarı gedirəm, bunu yapışdıram bura. Bunu verməsək əgər biz, burada 2 dənə BR ataq ki, boşluq olsun. BR-ni bilirik də nə üçündür. Baxın, default olaraq belə gəlir, amma biz default olaraq ölçüsü dedik ki, rows 5 olsun, column 10 olsun. Bu formada default başlayır. Aydındır, biz bunu verə bilirik. İndi gəlin bu radiolarda mən sizə nə izah eləyəcəm radiolarda. Deməli, baxın, input yazıram bura. Input yazdım. Type-ı radio olanlarda. Ctrl-S eləyirəm. İndi məsələ nədir? Biz dedik ki, name
name yazdığımız zaman, bu atribut yazdığımız zaman backend'ə məlumat göndəriləndə həmin ad altında göndərilir, elə deyil. İndi düşünün ki, belə bir radio var burada, elə deyil. Bir dənə də Ctrl-C edirəm, Ctrl V edirəm, Ctrl-S edirəm. Hal-hazırki vəziyyətdə, baxın, gəlin hətta yazın bura. Baxın, label yazıram. First yazıram bura. Bunun da ID-sinə first yazıram. Yəni, bu label bu inputuna əlaqəlidir. Və burada gəlirəm, bir dənə də label yazıram. Məsələn, second yazıram, ikinci olsun bu da. ID yazıram. Second. Ctrl-S edirəm. Baxın, hazırki vəziyyətdə Ctrl-S elədim və bu labellar içərisində də məsələn yazaq da, birinci yazaq. Birinci, məsələn. Bu label adı ikincidir. Ctrl-S edirəm. Baxın, bu birincidir, bu da ikincidir, elə deyil. Bura əslində gəlin belə yazaq. Kişi yazaq, burada qadın yazaq. Ctrl-S edirəm. İndi siz özünüz düşünün. Baxın, bircə dəqiqə bura BR-də ataq, qoy yaxşı görünsün. İstəmirəm qarışıq görünsün. Baxın, düşün ki, səhifədə belə bir məlumatlar var. Ad istəyir, soyad istəyir. Bunları praktika dərsində də eləyəcəyik. Burada sadəcə mən sizə istifadəsini göstərirəm. Ayrı bir dərs ayırmışam, narahat olmayın. Formları praktika eləyəcəyik. Bir sonraki dərs yox, ondan sonraki dərsdə praktika eləyəcəyik. Orada belə bir form hazırlayacağıq. Bundan narahat olmayın. Amma burada radionu başa düşək. Burada radioda name-in istifadəsini göstərmək istəyirəm. Daha doğrusu type radio olan inputlarda. Məsələn, səhifədə adı yazdı istifadəçi, soyadı yazdı və s. Gəldi bura, bunu da seçdi, bunu da seçdi. Belə bir şey ola bilər normalda. Ola bilməz də, elə deyil. Bu istifadəçi ya kişi olacaq, ya da qadın olacaq da. Bunun ikisindən birini seçə bilməlidir. Onun üçün biz name özəlliyin inputlarda olan name özəlliyinə istifadə edirik. Buna da deyirik, məsələn, cinsiyyət. Ctrl-S eləyəcəm. Bu inputun da name-inə deyirik ki, cinsiyyət. Ctrl-S eləyirəm. Artıq bu nə deməkdir? Baxın, form submit olanda bu ad altında bir dənə data gedə bilmiş olacaq. 2 dənə cinsiyyət yazılıb, orada ayrı-ayrı məlumat gedə bilməyəcək. Ona görə də bu name özəlliyin, inputlarda name özəlliyin eyni verdiyimiz zaman type radio olan inputlarda bunlardan ikisindən biri seçilə bilmiş olur. Bunu seçirəm, artıq bunu seçəndə bundan getdi. Görürsüz? Niyə görə? Çünki əgər bunun name cinsiyyətsə, deməli seçiləndə bunun dəyəri göndəriləcək digər tərəfə. Amma burada isə bunu seçəndə bunun dəyəri göndəriləcək. Bu cinsiyyət adı altında backend-ə göndəriləcək. Amma ikisi bir yerdə göndərilə bilməz. Ya bu getməlidir, ya bu getməlidir. Onu da etmək üçün qeyd etdiyim kimi inputların lazım olan inputların name dəyərlərini eyni etmək lazımdır. Baxın, burada bunun da name dəyərinin cinsiyyət yazdım, bunun da name dəyərinin cinsiyyət yazdım. Ona görə ikisindən birini seçilə bilmiş etmiş olduq biz. Aydındır? Bu da belə. Baxın, bu dərsimizdə əsasən forumda istifadə olunan elementləri göstərdim sizə. Bir şey dediyim, yekunlaşdırıram. Növbəti dərsimizdə forumla əlaqəli olmuş olacaq dediyim kimi. Bu demək deyil ki, biz inputu və s. kənarda istifadə edə bilmərik. Məsələn, forum kənarında. Input burada yazaram mən. Ctrl-S edirəm. Baxın, bu input da ekranda görünəcək. Yəni, ola bilər ki, forum kənarında da istifadə edərsiniz. Daha yaxşı olar ki, forum içərisində istifadə edək biz. Tekstləri ya da label'dır və s. bu kimi şeyləri inputdur. Bunları forum təqi içində yazıb istifadə eləyək. Yəni bu təqləri, burada 3 dənə təq var da, yəni bunun içində istifadə etməyə. Daha doğrusu 3 dənə. Baxın, inputdur, label'dır, bir də tekstləri yaz. Elə deyil. Yaxşı olar ki, forum təqi içərisində bu formada yazarsınız. Forum açarsınız, içində yazarsınız. Amma o demək deyil ki, forumdan kənarda istifadə etmək olmaz. Forumdan kənarda da istifadə etmək olar. Aydındır. İstifadəsi fərqli-fərqli olacaq. Elə layihədə görə bilərsiniz ki, gələcəkdə inşallah forum kənarında olsun. Bir dənə input yazılıb, məsələn, forumdan heç yazılmayıb. Çünki orada eventi fərqli bir cür yazırlar. Event dediyim, yəni məlumatı göndərmək üçün müəyyən bir event olmalıdır. İndi o eventi və s. JavaScript-lə yazırıq biz. Ola bilər tək input olsun orada, form içərisində olmasın. Heç ola da bilər ki, form içərisində olsun. Aydındır? Yəni məcbur deyil form içərisində yazmaq, amma normalda daha çox istifadəsi form içərisində nəzərdə tutulub. Bu dərsimizdə bu qədər. Forumda istifadə olunan elementlər, təqlər, atributlar haqqında sizə məlumat verməyə çalışdım. Qeyd etdiyim kimi, narahat olmayın. Bu dərs oturmayıbsa əgər, biz praktika edəcəyik zaten. Məsələn, formu yazacağam sizinlə. Burada ad daxil edə biləcəyik, burada soyad, burada nə bilim, telefon nömrəsi indi məsələn də, burada şifrə yaza biləcəyik və s. Burada mesaj hissəsini yaza biləcəyik, burada nə bilim, hobbiləri seçə biləcəyik checkboxlarla, cinsiyyət seçə biləcəyik radiolarla və s. də bu formada dairə olacaq burada. Yəni hər hansı bir şeylər ox çəkdim burada. Yəni qeyd etdiyim kimi bunları biz edəcəyik zaten. Aydındır? Sonraki dərsdə yox, ondan sonraki dərsdə. Bir sonraki dərsdə danışacağıq buton və s. bunlar haqqında danışacağıq.
Ümid edirəm faydalı dərs oldu. Növbəti dərsdə görüşək.